Üstadlar, möminə bacılar, bu gözəl gündə hamınızı salamlayıram və bugün İmam Muhammed Baqir Aleyhisselamın ləfsi ilə desək, göy əhli üçün yerdə bir ulduz inşa olunur. Çünki yer əhli üçün göydə ulduzlar olduğu kimi, göy əhli üçün də yerdə ulduzlar olur. O ulduzlar həmən bu məscidlərdir. Məscidlər göy əhlinin yerdəki ulduzlarıdır. Mən bu ulduzu burada inşa edən hər kəsə təşəkkür edirəm. Felbert Əhlibeyt Camisinin başqanından tutmuş ən kiçik işçisinə qədər həmsinə təşəkkürümü bildirirəm və deyirəm ki, xoş halımıza ki, biz burada iştirak edirik və xoş sizin halınıza ki, göy əhli üçün bir dənə ulduz inşa eləyə bildiniz. Bu çox böyük bir xoşbəxtlikdir. İnşallah əsas məsələ bundan sonradır. O çətinlik bundan sonradır ki, o ulduzun işığını gərək sönməyə qoymayaq. İmam Əli Aleyhisselamdan bir hədis var, deyir ki, əgər bir məscidin qonşusunda oturan qonşusu bir səbəb olmadan, bir illət göstərmədən məsciddə namazını qılmasa, öz evində namazını qılsa, onun namazı kamildir. Bu ərazidə mən bildiyimə qədər xeyli müsəlmanlar yaşayır, bizim qızıl bacı qardaşlarımız yaşayırlar, elə Azərbaycanlılar da burada mən bildiyim qədər var. Hamısının boyuna bir vəzifə gəlir ki, ən azı Əli Aleyhisselamı özünə imam bilən, Əli Aleyhisselamı özünə mövla bilən, gərək onun sözünə əməl eləyir ki, öz namazını kamilləşdirmək üçün imkanı olanlar gəlib məsciddə namaz qılmalıdırlar. Məscidlər çox təəssüf olsun ki, axirət zamanın əlamətlərindən biri məscidlərin boş qalmasıdır. Bir çox yerlərdə məscidlər muzey kimi tikilib, elə bizim ölkəmizdə də eyni şeylər var. Çox təəssüf edirik və bu bizim qəlbimizi ağrıdır. Və məscidlərin doldurulması çox önəmli bir məsələdir. Buna diqqət eləməliyik. Həm öz ölkəmizdə, həm burada, bu civarda. Bütün bunlar önəmli mövzulardan biridir. Əziz möminlər və möminələr, bu günlər həm də bayram günləridir. Zilhiccə ayı özü bir-iki şəhadət gününü istisna etsək, bayram günüdür. Və kiçik qiyamətin təkrarlandığı, həcc mərasiminin təkrarlandığı gündür. Və eyni zamanda biz Qədirxum həftəsinə daxil oluruq. Növbəti həftə bir neçə gündən sonra böyük bayram, Eyd-el-Əkbər Qədirxum bayramının qeyd olunacaq. Və bugün bizim başımıza gətirilən müsibətlər Qədirxumu anlamamağımızdır. Böyük müstəhidlərin birinin yanına gedirlər, qonşular deyirlər ki, bəs, mən qısa deyirəm, bəs bu bir yerdə var, orada matəm keçirdirlər, İmam Hüseyin üçün məhərrəmlik keçirdirlər, amma çox narahat edirlər. Elə bilir ki, bu deyəcək ki, yaxşı mən deyərəm də eləməsinlər falan. Deyir, elə düz eləyirlər. Biz Qədirxumda səsimizi çıxartmadıq, ona görə indi başımıza bu oyun gəldi. Biz gərək Kərbəlanı elə saxlayaq ki, gərək Kərbəlanın həqiqəti öldürməsinlər, üstünü örtməsinlər. Qədirxumun da biz bacardığımız qədər Qədirxumun da inşallah Allahın köməkliyi ilə səsini uzatmalıyıq. Bunlar Allah eləyir, Allahın planıdır. Biz kimik? Biz sadəcə istəyirik ki, Allahın planına daxil olaq. Allah öz işini aparır qabağa və bir dənə qrup düzəldir. Biz də cəhd edirik ki, o qrupa girək. Biz yoxsa Allah işini aparacaq, Allahın bizə ehtiyacı yoxdur. Biz inşallah çalışaq, hər bir halda çalışaq, Allahın işinə daxil olaq, Allahın qrupuna daxil olaq. Bax, məsələ bundan ibarətdir. Çox yormayayım, söz çoxdur, amma bir daha hər birinizə təşəkkür edirəm, təbrik edirəm və bundan sonra bu məscidi, bu ulduzu, yer üzərindəki göy əhli üçün olan ulduzu inşallah sabit saxlamağı Allahdan diləyirəm, Allah müvəffəq eləsin. Keçmiş bayramlarımızı, Qurban bayramıdır, gələcək bayramlardır, deməli, Qədirxum bayramıdır. O münasibətlə də hər birinizi həm öz adımdan, həm Almaniya İmam Zaman Mərkəzi adından təbrik edirəm, uğurlar arzulayıram və bir cümlədə onu deyim ki, Almaniya İmam Zaman Mərkəzi sizin yanınızda biraz qəribdir.
və ona görə də xahişim, ricam odur ki, 4 ildir biz təsis olunmuşuq. 2 gün bundan öncə 28 mayda bizim 4 ilimiz tamam oldu. Allahın köməkliyi, İmam-ı Zamanın nəzəri və dəyərli möminlərin dəstəyi ilə Almaniya İmam Zaman Mərkəzi 4 yaşını qeyd elədi. İnşallah Allah ləyaqət versin bizə, biz bunu biraz daha davam edəyək Allahın köməkliyi ilə. Və biz də inşallah Hacı Ustadımız, böyümüz Hacı İsa Günəş qeyd elədi. Bizim də indi bağışlayarlar Şeyx və Filbert Əhl-i Camisinin başkanı və üzvləri bağışlayar. Biz yeni yaranmışıq, hələ balacıyıq. Biz də inşallah 300 oylu Almaniya İmam Zaman Mərkəzi adından ehsan eləyərik, hədiyyəmizi qəbul eləyərlər inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme.